İTV xəbərə baxırsınız. Əgər hələ də qışın dadını çıxarmadığınızı düşünürsünüzsə, sıradakı süjetimiz sizin üçündür. Paytaxtdan cəmi bir neçə saatlıq məsafədə olan Şahdağ yerli sakinlər və xarici qonaqlar üçün əsl əyləncə mərkəzinə çevrilib. Kimi xizək sürür, kimi də sadəcə təmiz dağ havası alıb istirahət edir. Bəs bu qış istirahəti bizə neçəyə başa gəlir? Cibimizə uyğun hotel və ya kənd evi tapmaq asandırmı? Paytaxt Bakıdan təxminən 180 kilometr məsafə qət edib Qusara üst tutan hər kəsi burada füsunkar mənzərə qarşılayır. Uca dağlar, gürsulu çaylar və ən əsası bol qar. Şahdağın müasir xizək yolları və kanat xətləri isə turistlərə həm adrenalin dolu anlar, həm də unudulmaz xatirələr bəxş edir. Qışın qızğın vaxtında Qusara üst tutan yerli və xarici turistlərin sayı günbəgün artmaqdadır. Qarlı yamaclar, eləcə də müasir xizək yolları buraya gələn turistlərdə əsl qış ab-havası yaradır. Vaxtımızı səmərəli keçirmək üçün demək olar ki, artıq hər həftə gəlirik dostlarımla. Bu Qusar ərazisi, Şahdağ ərazisi çox gözəldir. Yolu qısadır, gəlirik, hava təmizdir. Həm özümüzü aktiv saxlayırıq, həm vaxtımızı səmərəli keçiririk. Çox gözəldir, əyləncəlidir. Ona görə buranı seçmişik. Çox maraqlıdır, qartop oynayırıq, kollektiv gəlmişik. Buranın havası, təbiəti, dağlar çox gözəldir. Burada kollektivlə gəlmişik, çox əylənirik. Uşaqlarla, sinif yoldaşlarımızla gəlmişik. Əylənirik, qartop oynayırıq, sürüşürük, çox maraqlıdır. Bura gələn yerli turistlərlə yanaşı xarici turistlərin sayı da az deyil. Qusara üst tutan xarici turistlər arasında isə əsasən Rusiya, Avropa və Ərəb ölkələrindən gələn qonaqlar üstünlük təşkil edir. Burada çox istiqanlı, qonaqpərvər insanlar var və bizi səmimiyyətlə qarşılayırlar. Mətbəx çox fərqli və dadlıdır. Yamaclarda xizəklə sürüşmək xüsusilə maraqlıdır. Mənim övladlarım buraya istirahətə gəlmək üçün hər il qış mövsümünü səbirsizliklə gözləyirlər. Qusara gələn turistlərə təkcə qış əyləncələri deyil, həm də yerli mətbəx nümunələri, tarixi abidələr və ləzgi adət-ənənələri təqdim olunur. Qiymətlərə gəlincə, 2 gün, 1 gecə üçün səhər yeməyi daxil olmaqla büdcə otellərə 50-80, orta səviyyəli otellərə 80-120, yüksək səviyyəli otellərə isə 120 manatdan çox pul xərcləməli olursunuz. Fərdi kənd evlərində isə bu qiymətlər səhər yeməyi daxil olmaqla 30-80 manat arasında dəyişir. Qiymətlər 2 nəfər üçün nəzərdə tutulur. Ramiz Ramazanlı, Polad Tahirov, Aysən Ələkbərova, İTV Xəbər, Qusar. Türkiyənin Kemah rayonunda 1680 metr yüksəklikdə yerləşən Ardos gölü temperaturun qəfil -10 dərəcəyə düşməsindən